Xanım yığıb bizi Gədəbəydən deyir ki, mən həyəcan keçirdən kimi, bir pis xəbər eşidən kimi ishal olur məndə. Yəni qarnım ağrısı olur da, qarnım sancılanır. Qusmadır. Hə? İshal qusmadır. Yox, qarnı açılır. Doktor Samira dayan. Ayağı işləyir, belə deyək. Doktor, niyə əgər həyəcan keçirdirsə? Samir bəy, bax bu şikayətlə hədsiz böyük bir faiz təşkil edir və gedirlər mədə bağırsağı müalicə edirlər ishala görə, əgər işləməyə görə, ya qəbzdə. Müalicə edirlər, illərlə nəticə ala bilmirlər. Gəlirlər Doktor Seyfəddin klinikasına, mənim yanıma gələn kimi effekt alırlar. Nədir orada fərq? Orada fərq yanaşmadır. Mən o xəstələrə mədə bağırsaq xəstəsi kimi yanaşmıram. Mən o xəstələrə mədə bağırsaqın nevrozu kimi yanaşıram. Əgər ağzına yemək gedib, hələ mədə bağırsağa çatmamış, əgər işləyirsə, bunun problem əsəbindədir, beynindədir. Sən onun əsəbini müalicə eləyən kimi ishal düzəlir Samir bəy. Sağlığın yanaşma, yəni belə olmalı. Sən onun əsəblərini sağaltmalısan. Yenə deyirəm, ağza aldığı bir... Deyir, doktor, dərman içən kimi eləsi oldum. Deyirəm, nə qədər? Deyir, heç bir dəqiqə keçmədi. Ay zalım, bu gərək gedə. Bir yarım saata sorula. Ondan sonra sənə təsir ilə bir saata. Demək, bu birbaşa sinirə bağlıdır. Ağza yemək ya deyən kimi ya sidiyə gedir, ya ishala gedir. Bu birbaşa Mədə bağırsaq nevrozudur.